Azərbaycanda orta maaşın, pensiyanın, müavinətlərin, hətta müharibə qazilərinə və şəhid ailələrinə yardımın səviyyəsinin tutaq ki, Gürcüstandan, Ermənistandan aşağı səviyyədə olduğunu bildirirlər, əsaslı statistik məlumatlarla. Hakimiyyət nümayəndələri, hakimiyyətin tərəfdarları isə ciddi şəkildə sübut eləməyə çalışırlar ki, bu belə deyil. Halbuki ümumiyyətlə Azərbaycanın göstəricilərinin Ermənistan və Gürcüstan kimi kiçik, məhdud imkanlı ölkələrlə müqayisə edilməsi özü absurddur. Mən xatırlayıram ki, Əbülfəth İlkin hakimiyyəti dönəmində 1992-ci ilin mayın sonu, iyulun əvvəllərində başlayan islahatlarla qısa müddətdə Azərbaycan bir çox məsələləri həll etmişdir. Və xatırlayıram ki, 1993-cü ilin yazında Avropa İnkişaf və Rekonstruksiya Bankı postsovet ölkələrində sosial-iqtisadi vəziyyətlə bağlı hesabat hazırlamışdı. Və həmin hesabatda göstərilirdi ki, Azərbaycan bir çox iqtisadi göstəricilərə, sosial göstəricilərə görə Rusiyaya demək olar ki, çatıb və Baltika ölkələrinə də yaxınlaşmaq üzrə. Halbuki Baltika ölkələri bizdən xeyli öncə başlamışlar islahatlara və onların müharibə kimi bir dərdi, problemi yox idi və Rusiyanın özü də islahatlara Azərbaycandan 6-7 ay öncə başlamışdı. Yəni, ən ağır şəraitdə də Azərbaycanımız inkişaf edirdi və əgər o hakimiyyət davam eləsəydi, o xətt davam eləsəydi, Azərbaycan bugün Ermənistanla, Gürcüstanla deyil, Avropanın ən azı orta inkişaf etmiş ölkələri ilə müqayisə edilən səviyyədə olacaqdı. O prosesin qarşısı alındı və bugün biz gördüyümüz vəziyyətin iştirakçısı və şahidiyik. Ölkədə haqsızlıqlar, ədalətsizliklər hökm sürür, repressiyalar gündən-günə güclənir. Bir neçə ildir ki, onlarla jurnalist həbsdədir, onların siyasi sifarişli həbsləri, istintaqları və nəhayət sifarişli məhkəmələrini biz müşahidə edirik, imkan daxilində iştirak edirik məhkəmələrdə və çox ağır cəzalar verilməyə başlayır gənc jurnalistlərə, xanımlara, vətəndaş cəmiyyəti üzvlərinə, siyasilərə, siyasi fəallara.